Herkese salam. Bugünkü mövzumuz Qaraqoyunlu dövləti haqqında ətraflı danışacağıq. Qaraqoyunlu ilk öncə onu bildirək ki, Qaraqoyunlu dövləti Oğuz Türkmən tayfaları tərəfindən əsası qoyulmuşdur. Yəni Qaraqoyunlu dövlətinin yaranmasında Oğuz Türkmən tayfaları olan Baharlı tayfaları yaxından iştirak etmiş. Eyni zamanda Ağac Ərlilər tayfaları vardı ki, bu tayfalar 5-ci əsrdən Azərbaycanla məskunlaşmış və Monqol yürüşləri zamanında isə Xalxal bölgəsini idarə edirdilər. 7-ci əsrdə Türkmənlər və Sədilər isə Naxçıvan və Sürməlidə yerləşmişdilər. Bu tayfalar içərisində isə Qaraqoyunlu tayfa birliyinin və dövlətin yaranmasında yaxından Baharlı tayfaları başçı olaraq iştirak etmişdi. Ona görə də Qaraqoyunlu dövlətini Baharlı dövləti də adlandırırlar. Yəni biz Qaraqoyunlu və Baharlı dövlətinin adlarını eyniləşdiririk. Yəni Baharlı dövləti eyni zamanda Qaraqoyunlu dövləti kimi də adlandırılmışdı. Qaraqoyunlu dövlətinin 14-cü əsrin 70-ci illərində Xoca təxminən hakimiyyət illəri 1370-1380-cı illərdə Qaraqoyunluların tayfasına başçılıq etmişdi. O 14-cü əsrin 70-ci illərində Van Gölü ətrafında və Ərçişdə yaşayan Qaraqoyunlu tayfalarına rəhbərlik edirdi. Və 14-cü əsrin sonlarında isə Bayram Xoca mərkəzi Van şəhəri olan Qaraqoyunlu bəyliyin əsasını qoydu. 14-cü əsrin demək sonlarında Qaraqoyunlu bəyliyin əsasını Bayram Xoca qoymuşdu və Qaraqoyunlu bəyliyinin də mərkəzi Van şəhəri olmuşdu. Bundan sonra Bayram Xoca öz nüfuzunu, hakimiyyətini Şərqi Anadoluda, Sivasda, Ərzicanda da yaymağa başlamışdı. Qara Məhəmməd isə 1389-cu illər ərzində Qaraqoyunlu bəyliyinə başçılıq etmiş və 14-cü əsrin sonlarında isə Qaraqoyunlu feodal hakimliyini yaratmışdı. Qaraqoyunlu feodal hakimliyində mərkəzi yenə Van şəhəri olmuşdu. Demək, Qaraqoyunlu bəyliyinin əsasını 14-cü əsrin sonlarında Bayram Xoca qoymuş və 14-cü əsrin sonlarında da Qaraqoyunlu feodal hakimliyində mərkəzini, əsasını Qara Məhəmməd qoymuşdu. Hər iki bəylik və feodal hakimliyinin mərkəzi isə Van şəhəri olmuşdu. Qara Məhəmməd Cəlari hökmdarı Sultan Əhmədlə qohumluq əlaqələri yaratmaqla feodal hakimliyin nüfuzunu daha da artırmış, Təbriz və Azərbaycan uğrunda mübarizəyə qoşulsa da, Teymurlərin hücumu nəticəsində bu mübarizədə uğursuzluqla nəticələnmişdi. Yəni, Qara Məhəmmədin Təbriz və Azərbaycan uğrunda başlatdığı mübarizədə uğursuzluğa səbəb olmasının səbəbi nə idi? Teymurlərin hücumu idi. Qara Məhəmməddən sonra Qaraqoyunlu feodal hakimliyinə 1389-dan 1420-yə kimi Qara Yusif başçılıq etmişdi. Burada Qara Yusifi hakimiyyətini iki yerə böldük. Belə ki, 1389-dan 1410-a kimi Qara Yusif Qaraqoyunlu feodal hakimliyinin başçısı olmuşdu. 1400-dən 1420-yə kimi isə Qaraqoyunlu dövlətinə başçılıq etmişdi. Qara Yusif Qaraqoyunlu bəyliyində, yəni feodal hakimliyində başçı olduqdan sonra Azərbaycanda möhkəmlənmək üçün Cəlalilər, Teymurlər və Ağqoyunlara qarşı mübarizə aparmışdı. Bu mübarizədə Cəlali hökmdarı Sultan Əhmədlə ittifaq quraraq Teymurlərə qarşı mübarizəyə başlamış, eyni zamanda Osmanlı Sultanı 1-ci Bəyazid, İldırım Bəyazidlə dostluq əlaqələri saxlamış, həmçinin Ağqoyunlu Qarayolluq Osman bəyə Teymurlar əleyhinə ittifaq qurmağı təklif etsə də, bu təklifi Ağqoyunlular rədd etmişdi. Demək, Qara Yusif Teymurlərə qarşı mübarizədə əsas müttəfiqi Cəlali hökmdarı Sultan Əhməd olmuşdu. Eyni zamanda Osmanlı Sultanı İldırım Bəyazidlə də dostluq əlaqələri saxlamışdı. 1394-cü ildə baş verən Bağdad döyüşündə 1394-cü ildə baş verən Bağdad döyüşündə Qara Yusif müttəfiqi Cəlali Sultan Əhmədlə birlikdə
Teymurilər qoşununa məğlub olmuşdu. Deməli 1394-cü ildə Bağdad döyüşündə Teymurilər Qara İskəndər və Qara Yusif və onun müttəfiqini məğlub etmişdi. Bundan sonra Qara Yusif və müttəfiqi Sultan Əhməd İldırım Bəyəzidə sığınmış. Oradan isə Osmanlı dövlətinə baş verən müəyyən proseslər nəticəsində Misirə qaçmağa məcbur olmuşdu. Qara Yusif və Cəlalirə hökmdarı Sultan Əhməd Misirə qaçdılar və Misir hakimi Əmir Teymurun təzyiqləri ilə onları həbsxanaya atdı. Lakin 1405-ci ildə Əmir Teymurun öldükdən sonra Teymuri dövlətində baş verən daxili çəkişmələr Qara Yusifi və onun müttəfiqini həbsxanadan çıxması üçün şərait yaratdı. Demək, nə üçün Qara Yusif və onun müttəfiqi olan Sultan Əhməd Misirdə həbsxanadan çıxdılar? Əsas səbəb Teymurun ölməsi və Teymuri dövlətində hakimiyyət uğrunda daxili çəkişmələrin başlaması idi. Qara Yusif Misirdən həbsxanadan gəldikdən sonra yenidən Azərbaycan uğrunda mübarizəyə başladı. Və 1406-cı ildə müttəfiqi Sultan Əhmədlə birlikdə Naxçıvan yaxınlığında Araz döyüşündə, buna Naxçıvan da döyüşü deyirik, Araz da döyüşü deyirik, 1406-cı il Araz döyüşündə. 1406-cı il Araz döyüşündə demək Qara Yusif Teymuri Miranşahın oğlu Əbu Bəkiri məğlub etdi. 1406-cı ildə baş verən Araz döyüşündə Qara Yusif Teymuri Miranşahın oğlu Əbu Bəkiri məğlub etdi. 1408-ci ildə baş verən Təbriz yaxınında Sədrud döyüşündə isə Miranşahın oğlu Əbu Bəkiri ikinci dəfə tam məğlubiyyətə uğratdı. Bununla da Teymurilərin Cənubi Azərbaycanda hakimiyyətinə son qoyuldu. Teymurilər Azərbaycandan tam qovuldu və Cənubi Azərbaycanda hakimiyyət Qaraqoyunluların əlinə keçdi. Demək, Teymurilər bildiyimiz kimi 1405-ci ildə Şirvanşahlar dövləti ilə Kür çayı baş verən döyüşdə məğlub olaraq Şimali Azərbaycandan çıxarılmışdı. Teymurların tam məğlub olub Azərbaycanı tərk etməsi isə 1408-ci ildə Sədrud döyüşündə baş vermişdi. Bu döyüş nəticəsində Qara Yusif Teymuri Miranşahın oğlu Əbu Səidi tam məğlubiyyətə uğratdı. Miranşahı öldürdü. O Miranşah ki, Əmir Teymurun birinci yürüşü zamanı 1386-cı ildə birinci yürüş zamanı 1387-ci ildə Azərbaycanı Toxtamışın Səmərqənd və Buxaraya hücum etməsi nəticəsində tərk etdi birinci yürüş zamanı. Və o Azərbaycanı tərk edərkən Azərbaycan idarəsini oğlu Miranşaha tapşırmışdı. Həmin o Miranşah 1408-ci ildə Sədrud döyüşündə Qara Yusif tərəfindən öldürüldü. Demək, bir də təkrar edirik. Teymurlərin Azərbaycandan tam çıxarılması və Azərbaycanın cənubunda hakimiyyətinə son qoyulması, Azərbaycanın cənubu Qaraqoyunluların əlinə keçməsi hansı döyüş nəticəsində olub? Sədrud döyüşü nəticəsində olub. Və bir şey də unutmuruq ki, bu döyüşlər Qaraqoyunlu dövlətinin vaxtında yox, Qaraqoyunlu feodal hakimliyinin, yəni qısa olaraq Qaraqoyunlu sülaləsinin dövründə baş vermişdir. Yəni bunu qarışdırmaq lazım deyil, çünki testlərdə düşsə ki, Qaraqoyunlu dövləti artıq bu yanlışdır. Bu baş verən Bağdad döyüşü, Araz çayı döyüş, Sədrud döyüşü, bunlar Qaraqoyunlu sülaləsinin dövründə baş verən döyüşlər idi. Bu qələbədən sonra onun əvvəlki müttəfiqi olan Sultan Əhmədlə Qara Yusif arasındakı münasibətlər pozuldu. Bunun isə əsas səbəbləri vardı. Çünki Qara Yusifin Teymurlar üzərində qələbə qazanması və onun nüfuzunun artması, eyni zamanda Cəlalirə hökmdarı Sultan Əhmədin Həmədan yaxınındakı yaylaqların ona verilməsini Qara Yusif tərəfindən rədd edilməsi onlar arasında müharibəyə səbəb oldu. Və 1410-cu ildə Əsəd, Təbriz yaxınındakı Əsəd döyüşünə, buna Təbriz də döyüş deyirlər, ən çox Əsəd döyüşü keçir. Əsəd döyüşündə Qara Yusif keçmiş müttəfiqi Sultan Əhmədi məğlubiyyətə uğratdı. Sultan Əhməd öldürüldü və Cəlalilərin hakimiyyətinə son qoyuldu. Biz bilirik ki, Cəlalilər 1340-cı ildə Böyük Həsən tərəfindən yaradılmış və ilk mərkəzi isə Bağdad olmuşdu. 1359-cu ildə isə Şeyx Üveys Təbrizi ələ keçirərək Azərbaycanda cənubda hakimiyyətini qurmuşdu. Həmin o Cəlalilər dövlətinin sultanı olan və
Qara Yusifin müttəfiqi olan Sultan Əhməd, Cəlali Sultan Əhməd 1410-cu ildə Təbriz yaxınındakı Əsəd döyüşündə məğlub oldu, öldürüldü və Cəlallərin Azərbaycanda hakimiyyətinə son qoydu. Bir də təkrar edirik. Qara Yusiflə Cəlali Sultan Əhməd arasında münasibətlərin pozulmasına əsas səbəb Qara Yusifin xalq arasında nüfuzunun artması, Teymurlar üzərində qələbələr qazanması və Sultan Əhmədin Həmədan yaxındakı yaylaqların ona verilməsinə Qara Yusif tərəfindən rədd cavabı verilməsi idi. Bundan sonra Qara Yusif 1410-cu ildə Təbrizə daxil olur və Qaraqoyunlu dövlətinin əsasını qoyur. Qaraqoyunlu dövlətinin əsasını qoyduqdan sonra o oğlu Pirbudağı sultan elan edir və onun adına pul kəsdirir. Və bir şey də nəzərimizdə saxlayırıq ki, Qaraqoyunlu dövlətinin yaranması 1410-cu ildir. Əsəd döyüşü də 1410-cu ildə baş vermişdi. Amma bu döyüşdən sonra Qaraqoyunlu dövləti yaranmışdı. Yəni bu döyüşü də Qaraqoyunlu sülaləsinin dövrünə götürürük. Dövləti yox. 1394 Bağdad, Araz, Sədrud döyüşü və Əsəd döyüşləri hamısı Qaraqoyunlu sülaləsinin dövründə olan döyüşlər idi. Demək 1410-cu ildə Qara Yusif paytaxtı Təbriz şəhəri olan Qaraqoyunlu dövlətinin əsasını qoydu və Qaraqoyunlu əmirləri Azərbaycan əyanlarının təmsil olunduğu məclisdə oğlu Pirbudağı sultan elan edərək onun adına pul kəsdirdi. Beləliklə Qaraqoyunlu dövləti əraziləri Kürdən cənubdakı Azərbaycan torpaqları, Ərəb İraqı və Şərqi Anadolu torpaqlarını əhatə edirdi. Qaraqoyunlu dövlətinin yaranması ilə Oğuz Türkmən tayfalarının Azərbaycanda və kənar ərazilərdə siyasi hakimiyyəti bərqərar olmuş oldu. Qara Yusif Qaraqoyunlu dövlətini gücləndirmək üçün bir sıra belə deyək də tədbirlər həyata keçirdi. İlk öncə nizami ordu yaratdı, atlı silahlı dəstələr təşkil etdi, feodal ara müharibələrini zəiflətdi, həmçinin çoxlu sayda soyurqar torpaqlar paylamaqla iri feodalları öz tərəfinə çəkmək istədi. Demək, Qara Yusifin gördüyü tədbirlər, dövləti gücləndirmək üçün həyata keçirdiyi tədbirlər, birincisi hərbi islahatlar keçirdi, atlı qoşun yaratdı, ara müharibələrini dayandırmağa çalışdı və müəyyən qədər dayandırdı. İkinci əsas səbəb isə iri feodalları öz tərəfinə çəkmək üçün soyurqal, torpaq mülkiyyət formasını payladı. Soyurqal torpaqda irsən keçəndir. Sonda onun haqqında ətraflı məlumat verəcəyik. Qara Yusif Azərbaycanı bütünlükdə özünə tabi etmək üçün Şirvanşahlara qarşı mübarizə apardı. Demək, Qara Yusifin Şirvanşahlara qarşı mübarizə aparmasının əsas məqsəd bütün hakimiyyətini Azərbaycan torpaqlarında, bütün ərazilərində yaymaq idi. Və bu zaman isə Şirvanşah 1-ci İbrahim müttəfiqi Şəki hakimi Seydi Əhməd, o Şəki hakimi ki, Əmir Teymurun 3-cü yürüşündə Şirvanşah 1-ci İbrahim vasitəsilə Əmir Teymura tabi olduğunu bildirmişdi. Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantinlə Qara Yusif əleyhinə müttəfiq qurdu. Deməli, Şirvanşah, Qara Yusif və Şirvanşah 1-ci İbrahim Qara Yusifə qarşı Şəki hakimi Seydi Əhməd və Gürcü çarı Konstantinlə ittifaq qurdu. Ümumiyyətcə, Qara Yusif ilə 1-ci İbrahim arasındakı münasibətlərin kəskinləşməsinin bir sıra səbəbləri vardı. İlk öncə 1407-ci ildə Şirvanşah 1-ci İbrahim Şərqi Gürcüstana hücum edərək öz hakimiyyətini orada yayması, həmçinin 1410-cu ildə baş verən Əsəd döyüşündə Şirvanşah 1-ci İbrahim oğlu Kəmbəsin başçılığı ilə Cəlali hökmdarı Sultan Əhmədə kömək göstərməsi, eyni zamanda Şirvanşah 1-ci İbrahimin Qara Yusifin təklif və barışıq cəhdlərini belə deyək, rədd etməsidir. Nəhayət onlar arasında 1412-ci ildə Kür çayı sahilində döyüş baş verdi. Bu döyüşdə Qara Yusif 1-ci İbrahim və onun müttəfiqlərini məğlub edərək əsir aldı. 1-ci İbrahim müttəfiqləri kim idi? Şəki hakimi Seyid Əhməd və Gürcü çarı Konstantin idi.
1412-ci ildə Kür döyüşü nəticəsində bildirdi ki, o 1-ci İbrahim və onun müttəfiqlərini məğlub edərək əsir aldı. Gürcü çarı Konstantin başda olmaqla 300-ə yaxın əyanı edam etdirdi. Lakin Təbriz sənətkar və tacirlərinin ödədiyi 1200 tümən hesabına 1-ci İbrahim əsirlikdən azad edildi və azad edildikdən sonra Qaraqoyunlu dövlətinin ali hakimiyyətini tanıdı. Beləliklə 1412-ci ildə Kür döyüşü nəticəsində əsir düşən 1-ci İbrahimin Qaraqoyunlu dövlətinin ali hakimiyyətini tanıması nəticəsində Qara Yusif öz hakimiyyətini Azərbaycanın şimal torpaqlarına da yaymış oldu. 15-ci əsrin 20-ci, 30-cu illərində Qaraqoyunlu dövləti Azərbaycanda möhkəmlənmə uğrunda yenidən Teymurlara qarşı mübarizə aparmalı oldu. Belə ki, Teymuri hökmdarı Əmir Teymurun oğlu Şahrux 1420-ci illərdə Qaraqoyunlu dövlətinə, yəni Azərbaycan ərazisinə hücumlar etdi. Şahruxun Qaraqoyunlu dövlətinə və Azərbaycan ərazisinə hücum etməsinin əsas səbəbi Qaraqoyunlu dövlətinin getdikcə güclənərək nüfuzunun artması, Qara Yusifin bütün Azərbaycanda hakimiyyəti ələ alması, eyni zamanda Qara Yusifin Qəzvin və Sultaniyə şəhərlərini Teymurlardan geri alması idi. Bir də təkrar edirik. Demək, 1420-ci ildə Teymuri hökmdarı Şahruxun Azərbaycana hücum etməsinin əsas səbəbi Qaraqoyunlu dövlətinin güclənərək nüfuzunun artması, Qara Yusifin bütün Azərbaycanda hakimiyyətini yayması və Sultaniyə Qəzvin şəhərlərinin Qara Yusif tərəfindən Teymurlərdən alınması idi. 1420-ci ildə Teymuri hökmdarı Şahrux Azərbaycana hücum edərkən onun müttəfiqləri Şirvanşah Xəlilullah, 1-ci Xəlilullah və Ağqoyunlu feodal hakimliyi oldu. Demək, Şahruxun 15-ci əsrin 20-ci illərində Azərbaycan yürüş edərkən onun müttəfiqi Şirvanşah və Ağqoyunlu feodal hakimliyi oldu. O 1420-ci ildə Şirvanşah 1-ci Xəlilullahla ittifaq girdi və Azərbaycan istiqamətində, xüsusilə də Qarabağ istiqamətində yürüş etdi. Bu ərəfədə, bu yürüş ərəfəsində isə Qara Yusif demək xəstəlikdən vəfat etdi və 1420-ci ildə Şahrux Qarabağı belə də müqavimət görmədən tutdu. Deməli, Teymuri hökmdar Şahrux Azərbaycana hücum edərkən müqavimətsiz tutduğu ərazi Qarabağ ərazisi olmuşdu. Qara Yusif dedi ki, Qara Yusif vəfat etdikdən sonra Şahruxun belə də yürüyüşü ərəfəsində hakimiyyətə Qara İskəndər gəldi. 1420-1436. Qara İskəndərlə Teymuri Şahrux arasında 1421-ci ildə Alaşkert 1421-ci ildə Alaşkert döyüşü baş verdi. Bu döyüşdə Qara İskəndər məğlub oldu və Şahrux 1421-ci ildə qazandığı qələbə hesabına müəyyən Azərbaycan torpaqlarında öz hakimiyyətini qurdu. Lakin o atası Əmir Teymurdan fərqli olaraq zəbt etdiyi ərazilərdə daimi Teymuri qoşunu saxlamadı. Yalnız hakimiyyətini yerli hakimlərə tanıtdırmaq və xərc almaqla kifayətləndi. 1435-ci ildə isə Şahrux ikinci dəfə, yəni növbət dəfə Azərbaycan yürüş etdi. Bu yürüş nəticəsində 1435-ci ildə Təbriz döyüşü baş verdi. Təbriz döyüşündə Şahrux Qara İskəndəri məğlub edərək onu taxtdan saldı. Deməli, Qara İskəndərlə Şahrux arasında iki döyüşü deyirik. Birincisi Alaşkert döyüşü 1421, ikincisi isə 1435-ci ildə Təbriz döyüşdə. Bu döyüşün hər ikisində Teymurlar, yəni Şahrux qələbə qazanmışdı. 1435-ci ilin qələbəsi nəticəsində Qara İskəndəri taxtdan saldı və Qara Yusifin kiçik oğlu Cahanşahı Qaraqoyunlu taxtına əyləşdirdi. Cahanşahın isə hakimiyyəti 1436-67-ci illəri əhatə edir. Lakin Cahanşah 1436-dan 47-ci ilə qədər ölkəni Teymurlərin vassalı kimi idarə etmişdi. Nəyə görə Teymurların vassalı kimi idarə etmişdi? Çünki dedik ki, 1436-cı ildə o Teymuri Şahruxun vasitəsilə hakimiyyətə gəlmişdi. 1447-ci ildə isə Teymuri Şahruxun
vəfat etməsindən sonra Cahanşah Qaraqoyunlu dövlətini müstəqil siyasətlə idarə etməyə başladı. Demək, nə səbəbə Qaraqoyunlu dövlətində Cahanşah 1447-ci ilə qədər Teymurilərin vasalı olduğu halda 1447-ci ildə Qaraqoyunlu dövlətini müstəqil olaraq idarə etməyə başladı. Çünki Şahruxun ölməsi, Teymuri Şahruxun ölməsi ilə Cahanşah Teymurilərin vasalından azad oldu və Qaraqoyunlu dövlətində müstəqil xarici siyasət yürütdü. Cahanşah oturaq əhaliyə və iri tacirlərə arxalanaraq feodal əyanların müqavimətini qırmağa çalışdı və hərbi islahatlar keçirərək orduda intizamı gücləndirdi. Demək, Qaraqoyunlu dövlətində hərbi islahatlar keçirən Qara Yusif və Cahanşah olmuşdu. Bu onların oxşar cəhətidir. Hər ikisi Qaraqoyunlu dövlətində hərbi islahatlar həyata keçirmişdilər. Qara Yusif atlı qoşun yaratmışdı. Cahanşah isə hərbi islahat nəticəsində orduda intizamı daha da güclənmişdi və Cahanşah hərbi islahatları və mərkəzə tabi olmayan feodallarını müqavimətini qırmaq üçün arxalandığı təbəqə iri oturaq əhali və iri tacirlər olmuşdu. Ümumiyyətcə biz Ağqoyunlu mövzusunda da bildirəcəyik. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərin daxili həyatında oturaq əhali mühüm rol oynardı. Həmçinin müsəlman ruhaniləri və köçmə hərbi əyanlar, bu yəni sosial təbəqə Qaraqoyunlu və Ağqoyunlu dövlətinin daxili həyatında mühüm qüvvəyə, yəni gücə malik idilər. Eyni zamanda Cahanşah 15-ci əsrin 50-ci illərində Teymuri dövlətində baş verən daxili çəkişmələrdən istifadə edərək Qum, Kirman şəhərlərini, İsfahanı Teymuri dövlətlərinə geri almışdı. 1458-ci ildə isə Cahanşah 1458-ci ildə Cahanşah Heratı tutur və Teymurilərin taxtına əyləşir. Demək, Cahanşah Heratı tutması nəticəsində Teymuri taxtına 1458-ci ildə əyləşmişdir. Lakin 1459-cu ildə onun oğlu Həsənəli Təbrizdə, qardaşı Pirbudaq isə Bağdadda qiyam qaldırması nəticəsində o 1459-cu ildə Teymuru Əbu Səidlə sülh bağlayaraq, buna Herat sülhü də deyirlər, sülh bağlayaraq ondan təzminat aldı və geri qayıdıb bu qiyamları yatırdı. Demək, yenə qısa olaraq deyirik. 1458-ci ildə Cahanşah Heratı tutdu və Teymuri taxtına əyləşdi. Yalnız 1459-cu ildə onun oğlu Həsənəli Təbrizdə və qardaşı Pirbudağın Bağdadda iri feodalların təzyiqi ilə qiyam qaldırması nəticəsində o 1459-cu ildə Əbu Səidlə Herat müqaviləsi bağladı və geri gəlib bu qiyamları yatırdı. Cahanşah hakimiyyəti dövründə Şirvanşahlar dövləti ilə olan dostluq əlaqələri inkişaf etdirildi. Osmanlı dövləti ilə də dostluq əlaqələri qurulmuşdu. Teymuri və Ağqoyunlu dövlətlərinə qarşı isə mübarizəni davam etdirirdi. Deməli, Cahanşah hakimiyyəti dövründə Şirvanşahlar və Osmanlı dövləti ilə dostluq münasibətləri saxlamışdı. Lakin Teymurilərlə və Ağqoyunlular arasında mübarizəni davam etdirirdi. Və Səfəvi sülaləsinin hələ dövlət yox, Səfəvi sülaləsinin Ərdəbil hakimliyinə isə Ərdəbil hakimi olan Şeyx Cüneydin Ərdəbili tərk etməsini tələb etdi. Qaraqoyunlu Cahanşahdan Ərdəbildə Səfəvi sülaləsinin başçılarından olan Şeyx Cüneydi şəhəri Ərdəbili tərk etməkdə əsas istəyi Səfəvi sülaləsinin nüfuzun artmasından narahat olması idi. Demək, nəyə görə Cahanşah Səfəvi sülaləsində Ərdəbil hakimi olan Şeyx Cüneyddən şəhəri tərk etməsini istədi? Səfəvilərin nüfuzunun artması səbəbilə. Və hətta 1460-cı ildə Səfəvilər Dağıstana və Şirvana yürüş edərkən Cahanşah Şirvanşah 1-ci Xəlilullaha kömək etmiş və müttəfiqlər, yəni Qaraqoyunlu Cahanşah və Şirvanşahlar dövləti birlikdə 1460-cı ildə Samurça ətrafında baş verən döyüşdə Səfəviləri sülaləsində məğlub edərək Şeyx Cüneydi öldürmüş olmuşdular. 1467-ci ildə isə Muş döyüşü
baş verir. Bu döyüş Qaraqoyunlu'nun belə deyək də taleyində mühüm rol oynayır. Belə ki 1467-ci ildə Ağqoyunlu Həsən bəy, hələ onda dövlət deyildi. Ağqoyunlu Həsən bəy 1467-ci ildə Muş döyüşü nəticəsində Qaraqoyunluları məğlub edir və Cahanşahı öldürür. Demək 1467-ci ildə demək Muş döyüşü nəticəsində Qaraqoyunlu Cahanşah Ağqoyunlu Həsən bəy tərəfindən məğlub edilərək öldürülür. Bu zaman isə Qaraqoyunlu dövlətində baş verən fasiləsiz müharibələr, üsyanlar, iqtisadi tənəzzül, iri feodalların mərkəzi hakimiyyətə tabe olmaması, daxili çəkişmələr dövləti daha da tənəzzülə aparırdı. Demək, Qaraqoyunlu dövlətinin tənəzzülə aparan, yəni zəiflətməsinin əsas səbəbi fasiləsiz sürən üsyanlar, aramsız müharibələr, eyni zamanda daxili çəkişmələr, iri feodalların mərkəzi hakimiyyətə tabe olmamaları iqtisadi tənəzzül idi. 1468-ci ildə isə Həsən Əli 1467-68-ci illərdə hakimiyyətdə olmuşdur. Demək, 1468-ci ildə isə Ağqoyunlu Həsən bəy Təbrizə daxil olaraq sonuncu Qaraqoyunlu hökmdarı, padişahı Həsən Əlini məğlub edir və bununla da Qaraqoyunlu dövlətinin varlığına son qoyulur. Demək, Qaraqoyunlu dövləti 1410-cu ildə yarandı. Qaraqoyunlu dövlətinin bəyliyinin əsasını Bayram Xoca tərəfindən 14-cü əsrin sonlarında qoyulmuşdu və bəyliyin mərkəzi Van şəhəri olmuşdu. Qaraqoyunlu feodal hakimliyi isə 14-cü əsrin sonunda Qara Məhəmməd tərəfindən yaradılmışdı və feodal hakimliyində mərkəzi yenə Van şəhəri olmuşdu. Bayram Xoca Şeyx Üveysin, Cəlali Şeyx Üveysin sarayın ordusunda işləmiş əmirlərdən biri olmuşdu. Yəni Şeyx Üveysin qısaca yadda saxlayırıq ki, əmiri olmuşdu. Qara Məhəmməd isə Sultan Cəlali hökmdarı Sultan Əhmədlə qohumluq əlaqələri yaratmaqla bəylik, feodal hakimliyin daha da belə deyək də nüfuzunu artırmaq istəmişdi. Eyni zamanda onu da yadda saxlayırıq ki, Qara Məhəmməd Təbriz və Azərbaycan uğrunda mübarizəyə qoşulmuş, lakin Teymurlərin hücumu nəticəsində, yürüşü nəticəsində bu mübarizədə uğur qazana bilməmişdi. Paytaxtı Təbriz olan Qaraqoyunlu dövlətinin əsasını isə Qara Yusif qoymuşdu və onu da yadda saxlamalıyıq ki, Qara Yusifin 1389-cu ildən Qaraqoyunlu feodal hakimliyinə, yəni Qaraqoyunlulara başçılıq etdiyi dövrdə baş verən döyüşlər, Araz döyüşü 1406, 1408 Sədrud, 1410 Əsəd döyüşü, bax bu 3 döyüş və hətta bir Bağdad döyüşü də vardı, birinci. Bu 4 döyüş Qaraqoyunlu dövlət olarkən yox, Qaraqoyunlu, yəni Baharlı sülaləsinin dövründə olmuşdu. Demək, Bağdad döyüşü, Araz döyüşü, Sədrud döyüşü, Əsəd döyüşü Qaraqoyunlu sülaləsinin, Baharlı sülaləsinin mövcud olduğu dövrdə olmuşdu. Dövlət olarkən yox. 1412-ci ildə olan demək Kür döyüşü və 1421-ci ildə olan Alaşqirey, Təbriz, 1467-ci ildə baş verən Muş döyüşü isə Qaraqoyunlu dövlət olarkən baş verən döyüşlər olmuşdu. Qaraqoyunlu dövlətin paytaxtı bir də təkrar edirik, Təbriz şəhəri olmuşdu. Biz bildiyimiz kimi Təbriz şəhəri ilk dəfə Rəvadilər dövlətinin paytaxtı olmuşdu. Yəni Rəvadilərlə Qaraqoyunlu arasında oxşar cəhət bizdən soruşsalar, deyəcək ki, paytaxtın Təbriz olması idi. Ümumiyyətcə, Təbriz şəhəri ilk dəfə Rəvadilər dövlətinin paytaxtı olmuş. Eyni zamanda 1340-cı ildə Cəlali dövlət haqqında danışırdıq. Şeyx Cəlali hökmdar, daha doğrusu Sultan Əhməd haqqında danışanda həmin dövlətin, onun mənsub olduğu dövlət 1340-cı ildə Böyük Həsən tərəfindən Bağdadda yaradılsa da, mərkəzi Bağdad olsa da, Şeyx Üveys 1359-cu ildə Təbrizi tutaraq paytaxtı Təbrizə köçürtmüşdü. Demək, Rəvadilərdən sonra Təbriz şəhəri həmçinin Cəlalilərin də paytaxtı olmuşdu. Şeyx Üveysin dövründə 1309-cu ildən etibarən Hülaki dövləti, 1258-ci ildə yaradılan Elxanilər, yəni Hülaki dövlətində bildiyimiz kimi paytaxtlarından biri. Əvvəl paytaxtı ardıcılıqla olaraq Marağa, Təbriz, Sultaniyə və Təbriz şəhərləri olmuşdu ki, onun da paytaxtlarından biri də Təbriz şəhəri olmuşdu. Eyni zamanda Qaraqoyunlu və növbəti keçəcəyimiz Ağqoyunlu dövlətlərində paytaxtı Təbriz olmuşdu və 1501-ci ildə Səfəvi sülaləsinin nümayəndəsi olan İsmail Mirzə tərəfindən yaradılan Səfəvi dövlətində paytaxtı Təbriz şəhəri olmuşdu. Yenə buradan yadda saxlamamız, nələri yadda saxlamalıyıq? Demək, hərbi islahatlar keçirdi Qara Yusif və Cahanşah hərbi islahatlar keçirmişdi. Bunu yadda saxlayırıq.
Qara Yusif eyni zamanda soyqırar torpaqlar paylamışdı. Qaraqoyun dövlətində yalnız soyqırar torpaqların paylanması Qara Yusifin adında qeyd edilmişdi. Teymurilərin Azərbaycandan daha tamamilə çıxarılaraq, yəni Cənubi Azərbaycana hakimiyyəti Qaraqoyunların əlinə keçməsi isə Sədrut döyüşü nəticəsində olmuşdu. Bu döyüşdə bu dövlət olmuşdumu? Xeyr, olmamışdı. Bəs Əsəd döyüşündə 1410-cu ildə dövlət olmuşdu? Xeyr, olmamışdı. Bəs Kür döyüşündə olmuşdumu dövlət? Bəli, 1412-ci ildə Kür döyüşündə olmuşdu. Çox zaman abituriyentləri çaşdıran məsələlərdən biri odur ki, Qaraqoyun dövləti 1410-cu ildə yaranıb, Əsəd döyüşü də 1410-cu ildə baş verib və dövlət olaraq götürürlər. Lakin Əsəd döyüşü baş verdikdən sonra dövlət yaranmışdı. Və Qaraqoyunlu Qara Yusif, onu da diqqətlə yadda saxlamalıyıq ki, özünü deyil, oğlu Pirbudağı Sultan elan etdirmiş və onun adına da pul kəsdirmiş. Və sonda yekun olaraq Qaraqoyun dövləti 1467-ci ildə Muş döyüşündə onun sonuncu qüdrətli hökmdarı, sonuncu qüdrətli hökmdə olan Cahanşah Muş döyüşündə Ağqoyunlu Həsən bəyə məğlub olur və öldürülür. 1468-ci ildə isə Ağqoyunlu Həsən bəy Təbrizə daxil olaraq sonuncu Qaraqoyunlu hökmdarı Həsən Əlini taxtdan salmaqla Qaraqoyunlu dövlətinin varlığına son qoyur. Yəni burada sonuncu sözlərində fikir eləmək lazımdır ki, Qaraqoyunlu dövlətinin iki güclü hökmdarı olmuşdu. Dövlət olaraq Qara Yusif və Cahanşah. Cahanşah isə sonuncu qüdrətli sözündə sonuncu Cahanşahı götürəcəyik. Həsən Əli isə sonuncu hökmdar olmuşdu və 1468-ci ildə sonuncu Həsən Əlinin taxtdan salınması ilə, yəni Qaraqoyunun sonuncu padşahı Həsən Əlinin taxtdan salınması ilə Qaraqoyunlu dövləti süqut edir və onun yerində paytaxtı yenə Təbriz şəhəri olan Ağqoyunlu dövləti yaranmış olur. Diqqətiniz üçün sağ olun, növbəti dərslərdə görüşərik.